İnsan bu dünyaya gəlirsə, ömür yolunu şərəfli yaşamalıdır. Zülm etməməlidir, haqqa girməməlidir, qeybət etməməlidir, böhtan atmamalıdır, yalan danışmamalıdır. İnsan Allahın verdiklərinə dəyər verməlidir. Bir insanın qarşısındakına verdiyi dəyər özünə verdiyi dəyərdən asılıdır. Əgər bir insan özünə dəyər verirsə, deməli qarşısındakına hörmət edir. Əgər bir insan qarşısındakına hörmət edirsə, deməli özünə hörmət edir. Və əksinə, əgər bir insan özünə dəyər vermirsə, deməli qarşısındakına dəyər vermir. Və əgər qarşısındakına dəyər vermirsə, deməli özünə dəyər vermir. Niyə? Əgər bir insan bir insana nəsə eləsən, nəsə eləmək fikrinə düşsə, birinci insan özünü onun yerinə qoymalıdır. Mən bu qarşımdakı insana elədiyim hərəkəti qarşımdakı insan mənə qarşı eləsəydi, mənə xoş gələrdi. Yox. Sən əgər kiminsə sənə elədəcəyi hərəkət sənə xoş gəlməzsə, sən də edəcəyin hərəkəti kiməsə qarşı heç vaxt eləmə. Yadında saxla. Bəzən sənə xoş görünən bir hərəkət qarşındakı insanın xoşuna gəlməyə bilər. Ona görə də hər hansı bir addımı atanda ehtiyatlı olun.